Salam, əziz və hörmətli Azərbaycan xalqı, bəylər və xanımlar, hörmətli mətbuat işçiləri, hörmətli həmkarlarım. Mən efirə çıxmaq məcburiyyətində oldum. Çünki bugün mən düz 2 aya yaxındır ki, ağır xəstəlikdən Ağziyar İnstitutunda müalicə olunuram. Özüm hal-hazırda normaldır. Azca da olsa biraz sağlamlığıma gəlmişəm, yəni ağır vəziyyətdə gəlmişdim. Şükürlər olsun bu günümüzə də, Allahın verdiyi bu günə də. Bugün efirə çıxmağımın səbəbi 22 iyul mətbuat günü, mətbuat və jurnalistika günü ilə bağlıdır. Bu bizim peşə bayramımızdır. Bunun təməlini Həsən bəy Zərdabi Əkinçi qəzeti ilə qoyub. Bunun təməlini o şəxs qoyub ki, bugün də o tarix yaşayır. Bugün də o mətbuat günü yaşayır. Əziz və həmkarlarım, əziz dostlarım, mən də istərdim ki, bugünkü gün sizin aranızda olanmama təəssüflər olsun ki, xəstəliyim mənə imkan vermir ki, mən sizin aranızda olam. Amma buna baxmayaraq mən məcbur oldum. Yəni Facebookda, öz sosial şəbəkələrimdə, TikTokda yazı ilə sizi təbliğ eləmişəm. Amma fikirləşdim ki, canlı yayım lap yaxşı olar. Və ona görə də bütün həmkarlarımı, o cümlədən həbsdə olan həmkarlarımız, yəni kişilər və qadınlarımız var həbsdə. Şər və böhtanla həbs olunan kişi və qadınlarımız, tanınmış jurnalistlərinin tezliklə azadlığa çıxmasını arzu edirəm. İnanıram ki, genel bu vaxta qədər onlar tezliklə azadlığa çıxacaq, bəlkə də tez çıxacaqlar. Dövlət nəsə bir iş görəcək. Amma inanıram ki, bizim qadınlar vaxtı ilə belə bir şey olmayıb. Hər hansı bir qadın jurnalisti və jurnalistlərin həbsi hansısa tənqidi yazıya görə həbs edilsin. Təəssüflər olsun ki, bu proses olub, bu proses davam edir və inanıram ki, bu proses dayanacaq və bu yaxınlarda biz gözlədiyimiz, bəlkə də şansımız olan Azərbaycan xalqının qeyrətli övlad, həbsdə olan qeyrətli qız və oğlanlarımız, jurnalist həmkarlarımız azadlığa çıxacaq. Mən həmçinin hakimiyyətə yaxın və hakimiyyətdə olan mətbuat işçilərini də təbrik edirəm. Çünki onlar da, bilirəm onların da vəziyyətini, onlar məcburdur ailələrini çörək aparsınlar və məcburdurlar, yəni onlar senzuradan keçməyən yazılar yazmasınlar. Yəni bunları da qılamıram, amma onları da bayramı təbrik edirəm. Mən o cümlədən Azərbaycanın digər jurnalistlərə, hal-hazırda həbsdə olmayan və tənqidçi jurnalistləri də təbrik edirəm. Sizə uğurlar arzu edirəm. İnanıram ki, tez bir zamanda siz də bizimkilər, yəni həmkarlarımız demokratik bir quruluşda öz fikirlərimizi bildirəcəyik. Çox sağ olun. Diqqətinizə görə mən Aqil Mahmudov, Həftəlik Azərbaycan Media Qrupu rəhbəri. Sizə uğurlar arzu edirəm. Bayramınız mübarək.